sahəsində baş verən ən son yeniliklər, Azərbaycan incəsənət xadimlərinin həyatı və onların yaradıcılığı haqqında maraqlı məlumatlar hər həftənin şənbə günü saat 14:00-da bu verilişində. Atanın balını belə götürmüşəm. Yəni boynuna. Amma o nətəri götürüb, qoyun bunu da bir açıqlamasını verim. O balı götürməsinin səbəbi olub ki, həddindən artıq ac idim deyir, artıq deyir, taqətim yox idi, uşaq idi. Və bizim vağzalda bir nəfər bal satırdı. Vedrədə bal satırdı və bildim ki, o vedrəni götürüb getməyə birincisi gücüm yox, mən də uşağım. Amma o vedrəni o qaçıb-qaçaraq gəlib əlini həmin vedrəyə salıb, çıxardı, deyib kənarda barmaqlarını yəyişdi o şeyə, çünki acdıq. Yəni ona görə o filmlərə o baxanda kövrəlirdim, mən də onu tam başa düşürdüm ki, yəni bu insan əgər bu həyat yolunu keçibsə, belə filmlərdə öz taleyinin əksini görür. Bəli. Nüsrət müəllim bildirdi ki, Nüsrət müəllim öz şeirlərində də öz taleyini biruzə göstərməyə çalışmışdı və biri vardı, biri yox şeiri. Bizim hər birimizin sevərək dinlədiyimiz və sevərək oxuduğumuz şeirdir. Bu şeirin tarixçəsi haqqında, səhv eləmirəmsə, o şeir də Nüsrət müəllimin öz həyatından bəhs edib, məndə olan məlumatlara görə. O şeirin tarixçəsi haqqında xahiş edərdim. Əslində o şeirin yazılma tarixini mən dəqiq bilmirəm, bəlkə xatırlamıram bəlkə də, amma yəni o şeirdə doğrudan da o öz həyatını yazıb. Eyni ilə öz həyatını yazıb, yəni qısa bir şəkildə, uzun-uzadı deyil. Əlbəttə ki, şeirdə bütün həyatı təsvir etmək mümkün deyil. Müəyyən bir hissələrini qısaca təsvir edib, amma doğrudan da orada yazılan hər bir şey bənd-bənd onun həyatında əks olunub. Amma mən o insana atam kimi deyil, bir kənardan bir insan kimi baxsam, böyük bir insan kimi baxıram. Nəyə görə? İnsan özü üçün nə isə yaratması çox çətin məsələdir. Mütləq arxasında dayaq olmalıdır. Amma bir insanın sıfırdan ona yüzə qalxmağı, özü öz gücünə, öz ayaqları üstünə. Bu doğrudan da böyük. Mən bunu qəhrəmanlıq adlandırıram. Bilirsiniz, bu qəhrəmanlıq mənim atama görə olduğuma görə demirəm. Bu qəhrəmanlığı şəxsən mən öz boynuma götürürəm ki, mən bunu bacarmazdım. Şəxsən mən onun kimi aclıqla, yəni kasıbçılıqla böyüyən bir insan olsaydım və elə bir mühitdə böyüyən olsaydım, mən onun çatdığı zirvəyə əsla çata bilməzdim, həyata 2 dəfə gəlsəm belə. Çünki bilirsiniz nətərdir? O insan çoxları bəlkə də bilmir. O insan 6-cı sinifdən artıq məktəbdən uzaqlaşdırılıb. Yəni həddən artıq o son zaman dostları da onu yaxşı bilir və çılğın adam idi. Yəni dağbakar idi çox belə çılğın adam idi. Həm də idmanla məşğul olub dəfələrlə çox belə ipə sapa yatmayan bir insan oldu. Və 6-cı sinifdən bu cürə xarakterdə bir insan olasan, məktəbdən uzaqlaşasan və bir müddət 2-3 ildən sonra, 4 ildən sonra özün başa düşəsən ki, sənin yolun düzgün yol deyilsən, heç nəyə nail ola bilməyəcəksən, arxan da yoxdur və qayıdıb təzədən 6-cı sinifdən ona kimi oxuyasan və yaxşı bitirəsən məktəbi, elə bitirəsən ki, Bakı Dövlət Universitetinə qəbul olmasan. Bu hər insanın hünəri deyil ki, o tipdə bir insan olasan və oradan özün, öz şuurunu özün başa düşəsən ki, mən buna uzağa gedə bilmərəm. Və qayıdıb 6-cı sinifdən yenidən təhsilini 3 ildən sonra, yəni özü də deyildi ki, mən təhsilimi davam etdirəndə 6-cı sinif uşaqları mənim çiynimdən idilər, uşaq idilər, amma mən oturub oxuyurdum. Və bunu etdi və bu onu göstərir ki, demək, insan qarşısına məqsəd qoyanda bəli, o məqsədə mütləqdir ki, çata bilər. Sizcə Nüsrət müəllim özünə Azərbaycan yazıçılar içində, Azərbaycan şairlər içində kimisə örnək götürmüşdümü? Azərbaycan yazıçıları açıq istədiyim ki, onun üçün bir fikir var idi. Yaxşı və pis fikir. Tutardı. Stil millətindən asılı olmayaraq. O hər bir kitabı oxuyurdu. Məsəl üçün Federico Garcia Lorcanı oxuyurdu. Nə bilim Dostoyevskini oxuyurdu. Mayakovskini bəyənirdi çox. Mayakovskini oxuyurdu. Yəni bunlar Azərbaycandan da əlbəttə ki, onun yaxın dostları olmuş bu. Məmməd Arazın şeirlərini oxuyurdu. Bəxtiyar Vahabzadə, Ramiz Rövşən. Yəni bunlar danılmaz bir şeydir ki, onlar gözəl şair olublar. Və yəni ki, onun üçün yaxşı və pis fikri var. Fərqi yox idi. Amma yazıçılardan daha çox, dünya yazıçılarından ən çox bəyəndiklərindən biri də olub Rəşad Nuri Güntəkin. Və məhz mənim də adımı elə məhz Rəşad Nuri Güntəkinin şərəfinə qoyub çox mənə sual verir ki, niyə sənin adın Rəşad yazılır? Rəşad deyil. Mən deyirəm, ümumiyyətlə bu ad sözün kökü rəşadətdir. Rəşadət sözündən yaranmış bir şeydir, rəşad qısaldılmış olmasıdır. Sadəcə olaraq mən o cürə yazdırıb atam o vaxt ki, sırf Rəşad Nuri Güntəkinin adına necə onun adıdırsa, eyni cürə məndə əks olunub, Rəşad gedir. Dəfələn izah eləmişim. Bu da atamın Rəşad Nuri Güntəkinə olan, sənətinə olan böyük hörmətindən irəli gəldi. Dinləyicilərimiz bizə suallar da ünvanlamışdılar və bir dinləyicimiz Yusif bizə yazmışdı ki, Rəşad müəllimə mən salamlayıram və Rəşad müəllimdən bilmək istəyərdim ki, biri vardı, biri yox şeirində Nüsrət müəllim bildirir, nişan üçün 2 şey istədilər, bizim evdə biri vardı, biri yox. O biri vardı, biri yox. O nə idi? Onu bilmək istəyirdim. Bax, açıq istədiyim ki, şeirin ən
özünü də həmişə mənim anam da atama o sualı verəndə ki, axı səndən nə istəmişdilər? Orasında həmişə gülür. Doğrudan da, yəni mənim anam gilində ailəsi, atam o cürə oldu, yəni kasıb bir insan oldu. Heç nəsiz, heç bir təmənnasız, yəni sadəcə olaraq bir-birlərini istədiklərinə görə onu ailə qurmalı. Doğrudan da heç bir şey istəmir. Atam da həmişə dedi, istəmir. Sadəcə olaraq şeir orada tamamlanmaq üçün məcbur idim yazdım. Çünki əgər o iki şey istənsəydi, biri olsaydı, deyən ki, o ikincisi olması üçün verməzdilər. Yox, doğrudan da, yəni mən elə düşünürəm ki, ailəmizə toxunsam, mənim atamla anam sırf bir-birlərini tamamlayan insanlar idi. Bu elə bir ki, bu saatın ya darağın dişləri necə ki bir-birinin içine tamamlayırsa, tam eyni cürədir. Birinin əksiyini o birisi tamamlayırdı. Eynidir. Çünki mən fikirləşirəm ki, atam xarakterli bir insana mində bir qadın tabi gətirə bilər. Bəlkə 2000-də, bəlkə 10.000-də bir dəfə. Mən atamı tam başa düşürəm. Bəlkə də atamı mənim qədər başa düşər, ikinci bir adam dünyada yoxdur. Mən tam onu anlayıram. Nəyə görə? Sadəcə olaraq onun hərəkətlərinə haqq qazandırmaq üçün deyil ha. Sadəcə olaraq mən onu anlayıram. Mən özüm də hardasa onun deyim 99% onun keçdiyi yol, yəni düşüncələri məndə də eynilə var. Və mən başa düşürəm ki, bu gün əgər atam yaşasaydı, atama tab gətirə biləcək anam olmayıb başqa bir qadın olsaydı, inanmıram ki, tab gətirərdi. Eləcə də mən özüm öz xarakterimdə özüm də çox çətin bir insanam. Həddən artıq çox rahat da sakit də görsənsəm, əslində rahat sakit insan deyiləm. Və mənim özümə də tab gətirəcək bir insan 1000-də bir ola bilər, 10.000-də bir ola bilər. Və mən əlbəttə ki, bugün də xoşbəxtəm ki, mənim əlbəttə bu kaprizlərimə dözə bilən biri var. Çox gözəl, çox gözəl. Allahdan səbir diləyirəm. Biz Nüsrət müəllimin yaradıcılığına fikir verəndə, Nüsrət müəllim daha çox nakam sevgidən yazırdı. Bəli. Və bunun səbəbləri nə idi? Amma siz bildiniz ki, xoşbəxt ailəsi var idi onun. Lakin onun əsl həmin o xoşbəxt ailəsini əks etdirən şeiri etiraf şeiridir. O etiraf şeirində tam hər şey var. Təbii ki, orada sırf o insanın nə qədər xoşbəxt olduğu... Onun həyat yoldaşına yazdığı. Bəli, həyat yoldaşına yazdığı etiraf şeiridir. Yəni, orada tam hər şey əks olunub ki, doğrudan da bu insan nə qədər xoşbəxtdir. Amma o ki, qaldı o nakam sevgidən yazmağa. Açığı mən də çox şeirlərimin 90%-i nakam sevgidəndir. Deyirlər ki, nəyə görə belə yazırsan? Mən həmişə bir fikri ifadə eləmişəm ki, ümumiyyətlə insanın həmişə dərdini bölməyə ehtiyacı olur. Xoşbəxtlik elə bir şey insan biraz xəsis olur. Xoşbəxtlik özünü də saxlamaq bilir. Və dərdini bölmək üçün həmişə təsəlli ehtiyacı olur. Və mən özümü indinin özündə də məcbur etmirəm ki, dərdlə şeiri yazım. Sadəcə olaraq mənim beynimə girən budur. Və inanıram ki, əminəm ki də atamın da sırf fikri belə olub. Çünki o insan o qədər kövrək insan idi ki, hər bir insanın dərdinə baxıb o dərdi özününki qədər mənimsəyib vərəqə köçürə bilən insan idi. Yəni mən kiminsə dərdinə dinləyib, kiminsə dərdini dinləsəm, ən az onun şair olsa o cürə yaza biləcəyi qədər yazırdı. Maksimum dərəcədə. Və bu da hər bir insanda ola bilməz. Çünki insan gərək o dərəcədə həssas bir insan olsun ki, qarşındakinin dərdini mənimsəyib, öz dərdi kimi qəbul edə bilsin. Və əlbəttə ki, onun şeirlərində öz həyatına həsr olunmuş nüanslar da var. Aydın məsələ ki, orada nüanslar da var. Amma bir şey faktdır ki, əsl sevgilə bir insanın şairin şeirini oxuyursansa və orada doğrudan da böyük bir dərdi tapırsansa, gözəl tərənnüm olmuş dərdi tapırsansa, demək o insan çox həssas insandır. Mümkünü yoxdur. Nə qədər birisi bir insan kənardan sərt də, qəddar da görsənsə, əgər elə şeir yazırsa, onun qəlbində o qədər incəlik izlənib ki, sadəcə olaraq onu bir üzə çıxarda bilən insan lazımdır. Belə bir sual vermək istəyirəm sizə. Nüsrət müəllim həmişə gərgin iş rejimlə məşğul olub, yəni Həmkarlar İttifaqının sədri işləyib, bir çox filmlərin ssenari müəllifi olub və s. yəni ki, saymaqla bitməz. Həmçinin də yaradıcılıqla da məşğul olub bununla paralel. Bu cür gərgin iş rejimində o öz ailəsinə, sizə məsələn övladlarına kifayət qədər vaxt ayıra bilirdi. O qədər təsəvvür edin ki, onun şeirlərinə nəzər salsaz görərsiniz ki, hər dəfə xaricdə olanda, məsəl üçün onun bir şeiri vardı, yuxuma gəldiniz ay gül balalar, xaricdə yazmışdı onu. O insan yəni harda olursa olsun bizi ilə nəfəs aldı. Sənəti onun üçün çox böyük bir şeydir. Yəni Allahın verdiyi bir vergi idi. Amma yenə də ona sual veriləndə ki, evladlarını seçərsən, yoxsa sənətidir, heç fikirləşmədən sənətin üstünə xətt çəkərəm. Çünki evladları, yəni ikisini də Allah verir, amma evladları üçün o çox şeydir. Mən sizə bir xırda bir şey danışım ki, bir dəfə mən həmişə ümumiyyətlə atam bir yerə bazarlığa gedəndə, əyin baş geyim alanda mütləq məni də özü ilə aparırdı. Və təsəvvür edin ki, mənə nəsə bir gənc geyimi alanda bu insan özü də hardasa nisbətən yəni cins şalvarı olsun, belə geyimlər özünə də götürürdü. Çox geyinirdi elə geyimləri və atama həmişə deyirdim ki, bəs
sən də bilirsən, düşürsən bizi ilə futbol oynayırsan, falan şey, nə deyirəm eləyirsən, falan şeyi özünə alırsan, deyir, mən ona görə eləyirəm ki, siz deyir, o dövrü keçib yaşayırsınız indi hal-hazırda, sizin atanız mənəm. Amma mən elə bir dövr yaşamışam ki, mən onları görməmişəm. Mən o sizin dövrünüzü sizinlə bərabər paralel yaşayıram. Mən onda başa düşmüşdüm ki, bu insanın içində böyük bir ehtiyac var. Acılıq, xəristilik. Bəli, bir dırnaq içində desəm oyuncaqla oynamağa. Çünki hər bir uşağın, hər bir insanın dövrü var və o dövrü o cür keçirməlidir. Uşağa mən öyrəndim, atamdan öyrəndim ki, az yaşlı, kiçik yaşlı uşağa heç vaxt böyüyün etdiyi hərəkəti öyrətmək lazımdır. O əgər oyuncağı divara çırpırsa, qoy çırpsın, onu çırpmalıdır. Bir kiçik uşaq əgər yerdə iməhləyirsə, o iməkləməlidir, onun o yaşıdır. Və bilirsiniz, hər yaşın hərəkətlərini səhv salanda insan bədbəxt olur. Bəli, belə bir deyim də var ki, vaxtından tez böyüyür. Təbii ki, vaxtından tez böyür və böyüdüyü anda nə vaxtsa o uşaqlığa ehtiyac duyur. O karuseldə yerlənməyə ehtiyac duyur. Belə bir deyim də var ki, uşaq vaxtı uşaqlığını yaşamayan bir müddətdən sonra onu yaşayacaqdır. İstəyirəm bir şeir oxuyum və bu şeir əsnasında sizə bir sual vermək istəyəcəm. Mənsiz qalacaqdı bu dünya bir gün. Kiminsə gözünə yaş gələcəkdi. Mənsiz qalacaqdı bu dünya bir gün. Bir daş qəmli dikələcəkdi. Dodaqdan gülüş tək silinər adım. Ömür sonu gələn, keçilən yoldur. Dünyaya gəlmişdən xəbər tutmadı. Bəlkə gedişimdən xəbərsiz oldu. Belə bir sual vermək istəyirdim sizə ki, sizcə Nüsrət müəllimin sənəti, Nüsrət müəllimin yaradıcılığı bu gün gənclər arasında layiqincə təmsil olunur? Ümumiyyətlə götürəndə gənclər özləri həmin o gənclik deyil. Şəxsən mən bunu vurğulayıb deyirəm. Mən heç ümumiyyətlə mən sözümü heç vaxt deməkdən çəkinməmişəm. Harda olursa olsun mən fikrimi ifadə eləmişəm. Bilirsiniz, gəlin əvvəlki gəncliyi götürək. Bir 30 il bundan qabaqki, 20 il bundan qabaqki gəncliyi və indiki gəncliyi götürək. 30 il bundan qabaqki gəncliyə biz Nizamidən, Füzulidən, Gəncəvidən, Nizami Gəncəvidən, sonra Nəsimidən və lap biraz da yaxına gələk. Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan, Nüsrət Kəsəməllidən şeir oxuyanda bu insanlar və hansısa bir istedadsız bir şairin şeirini oxuyanda bu insanlar bunun fərqinə vara bilirdi. Gəlin indi götürək. İndi götürürük, indi adi bir ucuz bir şeirin heç müəllifi elə də tanınmamış, tanınsa da hansısa bir başqa biznesdən qazandığı pulların sayəsində, buraxdığı kitabların sayəsində tanınan bir yazıçı ilə indi bu dəqiqə hal-hazırda həmin o bəzi gənclik Nüsrət Kəsəməlli, Nizami Gəncəvi, Füzuli, Məmməd Arazın arası fərqində şeirlərində fərq qoya bilmir. Nəyə görə qoya bilmir? Çünki onlar indiki uşaqlar çox ucuz şeirlərlə yetişirlər. Çox ucuz. Onların beyinləri dərinləşmir, dərk eləyə bilmir fərqi. Amma əvvəl elə deyildi. Əvvəl həmin o ucuz şeirləri ümumiyyətlə senzura qoyulmuşdu, nəinki heç yerdə səsləndirməyə icazə vermirdi. Və uşaq istər-istəməz mükəmməl bir beyinlə böyüyürdü, mükəmməl bir baxışla böyüyürdü. Amma indiki gəncliyin çox hissəsi sadəcə ucuz əyləncəyə yer verir. Haranı açırıq, çox belə nətəsə deyim, mən hətta əsəbləşirəm ona. Avtobuslarda hardasa gedəndə dinləyirsiniz o ucuz musiqiləri, adlarını çəkmək istəmirəm o insanların və onlar sadəcə olaraq bizim incəsənətə bütövlükdə ləkədir, böyük bir ləkədir, zərbədir. Yəni onun üçün amma elə gənclərimiz də var ki, onu da vurğulamaq lazımdır ki, elə gənclər doğrudan da şeiriyyata çox böyük maraqları və bağlılıqları var və nə yaxşı ki də onlar var. Mən inanıram ki, xilas eləsə bizim gəncliyi elə onlar xilas edir. İnşallah. İstərdim bir sual da verim. Nüsrət müəllimlə bağlı o hadisə yadınıza gələndə nəsə tikləriniz biz olsun. Elə bir hadisə var sizin o Nüsrət müəllimlə bağlı maraqlı bir hadisə. Mən bir dəfə onu danışmışam. İstərdim onu bir də təkrar edim burada, amma o çoxdan olmuş bir hadisə idi. Aha, buyurun. Bilirsiniz, hər bir uşaq evdə məsəl üçün 2 oğlan olanda, 3 oğlan olanda mütləq uşaqlı vaxtı yola getmirlər. Bəli, təbii ki. Biz də 2 qardaşıq evdə. Təbii ki, mən də qardaşım, bir kiçik qardaşım var. Mən də elə onunla həmin o bir-birimizin necə didə böyümüşük, amma indi birimizə söz desək başqasını didməyə hazırıq. Yəni o cürəyik bir-birimizlə və uşaqlıq illərində yenə evdə yola getmədiyimiz vaxtlar idi. Yenə bir-birimizlə didişdiyimiz vaxtlar və biz bir müddət küsülü qaldıq. Yəni mən xarakterli kinli insanam və danışdırmadım. Eləcə də qardaşım. Artıq təsəvvür edin ki, üstündən bir il yarım keçmişdi. Biz hələ də bir evin içində birimizi danışdırmadıq. Bu da atama çox pis təsir elədi. Həddindən artıq pis təsir elədi və ikimiz də çağırdıq qabağa ki, bəsdirin, bir evdə yaşayırsınız və 2 qardaşsız yola getmirsiniz, danışırsınız. Ayıb olsun sizə, barışın.
Biz barışmadıq. O da təsdiqlədi, mən də təsdiqlədim. Bu hissləndi, atam çox əsəbidir. Birdən özündən çıxdı ki, mənim də saymırsınız. Deyirəm, bəs barışın qışqıra, amma yenə ikimiz də qorxduq, amma barışmadıq. Barışmadıq, onda hissləndi, qayıtdı, diz çökün qabağımda ikiniz də. İndi bizdə də çox belə böyümüşük biraz xarakteri. Bu bütün məsləhətləri ora-bura ara çökürük. Çök diz xeyri yoxdur. Atam adam vuran deyildi, qətiyyən. Yəni uşaqlarına ömründə əl qaldırmaz. Mən inanıram ki, o əl qaldırsa da oturub özü ağlayardı. Belə insan idi. Və artıq gözləmədiyimiz halda hərəmizə bir şillə vurdu, biz özümüz də şokda. İndi ikimiz də ağlayırıq. Amma deyir, barışın, diz çökün ya da barışın heç birini də eləmirik. Vurur ki, diz çökün, çökmədik. Biz bunu deyirik, bu başladı ağlamağa. Və anam da girdi içəri ki, yəni sən niyə ağlayırsan? Bu başladı ağlamağa, amma o utanan adam deyildi göz yaşlarından. Yəni oturdu ağla, qayıtdı, ikimizi də qucaqladı. Qayıtdı ki, bu gün sizin diz çökməməniz mənim əsərimdir. Və mən sizi elə böyütmüşəm ki, hətta mənim qarşımda diz çökmədiniz. Və inandırım siz, bu mənim yaddaşıma elə həkk olundu. Və mən sonradan fikirləşdim ki, mənim diz çökməməyimin elə əsas səbəbi qardaşımdır. Onu biz elə böyütməyiymiş. Yəni o bizə o qədər diz çökməyi şərəfsizlik kimi qəbul etdirmişdi ki, ataya belə diz çökmürdük. O dərəcədə. Yəni o şillənin ağrısı hələ də qulağımın dibindədir, amma yenə də diz çökmədik. Və o ağlayalı qucaqladı ki, bu gün sizin diz çökməməniz məni doğrudan da böyütdü, xoş gəldi. Qucaqladı öpdü və biz də qardaşımdan barışdıq. Yəni görünür o şilləyə ehtiyacımız var idi. Çox valideynin həssad aparacağı bir hadisədir o ki, hər bir valideyn öz yetişdirdiyi bəhrəsindən, ağacından bəhrə görsün. Və hətta bir şeiri də var onun ki, ətəkdən tutmağa öyrəşmə oğlu. Həmin o şeirlər, yəni o şeirlərin təsiri altında biz böyümüşük ki, insan diz çökə bilər yalnız öz torpağı qarşısında, vətəni qarşısında və bir də Allahın qarşısında. Bayaqdan biri vardı, biri yox şeirindən danışırıq və istərdim biri vardı, biri yox şeirini dinləyək və yenidən qayıdarıq. Əvvəlinə biri vardı, biri yox. Əvvəlinə biri vardı, biri yox. Uzaqdaydı məni istəyən ocaqlar, ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardı, biri yox. Bizim evdə biri vardı, biri yox. Qəlbim yandı bir sevgimlə, eşqimlə. Daral düşdü, əl olmadı heç kimlə. Qəlbim yandı bir sevgimlə, eşqimlə. Daral düşdü, əl olmadı heç kimlə. Məclislərdə can deyib can eşidən,
Dostlarımın biri vardı, biri yok. Dostlarımın biri vardı, biri yok. Uzaktaydı beni isteyen ocak. Bəli, əziz dinləyicilərimiz, ölməz sənətkarın yazdığı gözəl bir şeir, biri vardı, biri yox. Ən sevilən deyərdim ki, bütün xalqın ən çox sevdiyi şeirlərdən biri və birincisidir mən. Biri vardı, biri yox. Rəşad müəllim, belə bir sual vermək istəyərdim. Nüsrət müəllimin səhv eləmirəmsə soyadı Əyyubov olub. Bəli. Kəsəmənli necə oldu? Kəsəmənli adını götürdü. Ləqəb. Atam həmişə də özü deyirdi ki, nəsil məndən başlayır. Yəni nəyə görə deyirdi onu? Çünki o kəsəmənli götürəndə öz üçün təxəllüs kimi deyil, familiya kimi götürdü və özünü bu nəslin ilk nümayəndəsi kimi elan eləmişdi. Bilirsiniz, çünki haqq olmalıdır, bir insan üçün haqq olmalıdır ki, onun soyadını davam etdirsin. Və onu da nənəsi böyütdüyünə görə o həmişə son nəfəsinə qədər həmişə nənəsinə dua edirdi. Çünki nənə onun üçün həm ana idi, həm ata. Və o sonradan Kəsəmənli soyadını götürdü. Buna da bir aydınlıq verim, əgər bilməyənlər varsa. Kəsəmən kəndi ümumiyyətlə həm Qazaxda var, həm Ağstafada. Buna da aydınlıq gətirim ki, ümumiyyətlə Qazaxın ərazisi başlayıb Şəmkirdən bu tərəfə Tovuz da daxil olmaqla, eləcə də Ermənistanın bir hissəsi. Yəni Sevan gölünün ətrafı tərəfinə qədər bütün hamısı və Gürcüstanın bir hissəsi. Bu hamısı birlikdə Qazax adlandırılıb. Sonradan Tovuz bölünüb olub. Yarı Qazax. Yəni Kəsəmən kəndinin bir hissəsi Qazaxdadır, bir hissəsi Tovuzda. Ümumilikdə bu bir Ağstafada, bir də Ağstafada və Qazaxda. Ümumilikdə amma Kəsəmən, aşağı Kəsəmən, yuxarı Kəsəmən var. Bunlar hamısı bir nəsil olub. Və Qaçaq Kərəmin nəsli olub. Eyni nəsildir, hamısı orada böyümüşədir. Sonra siz yəqin ki, Dəli Kürdə izləmişsiniz. Dəfələrlə İsrafil ağa var. Həmin o İsrafil ağa Cahandar ağadır, amma əslində İsrafil ağa həmin odur. Eyni Kəsəmən kəndindən olub, bizi götürəndə uzaq kökümüzdən qohumdur. Yəni həmin o yerin evləri, yəni o nümayəndələridir. Kəsəmən oradan götürür soyad və həmin kənddən olduğu üçün Kəsəmənli gedib və o nəsil də bizdən başlayıb. Və mənə elə gəlir ki, sırf soy ad kimi Azərbaycanda bir Kəsəmənli var, sırf soyad kimi, təxəllüs kimi, o da bizim nəsildir. Belə bir sual vermək istəyərdim ki, siz bayaq qeyd elədiniz ki, siz də şairsiz, siz də yazırsınız şeirlər və siz özünüzü Nüsrət müəllimin həyatda yox, sənətdə davamsız kimi görürsünüz. Valla böyük xoşbəxtçilik olardı ki, elə bir şey olsaydı mənim üçün. Açığı mən özümü məcbur edib yazmıram heç bir şeydi. İnsan var ki, bəzən deyir dırnaqarası şairlər ki, mən bir ayda 15 dənə şeir yazıram. Bir ayda 15 dənə şeir yazmaq mümkün deyil, olmaz. Əgər şeir adlandırırsansa, əgər duyğu ilə yazırsansa, mütləq mən elə olur ki, 5 ayda bir dənə şeir yazıram. Elə vaxt olur, bir ayda ikisini yazıram. Elə vaxt olur ki, ildə birini yazıram. Bu istərdi, bu mənə təsir edib, bu məni, bilirsiniz, mən şeiri nətər düşünürəm, mənə elə gəlir ki, şeir insanın daxili məcburiyyətidir. Bir var ki, sən özünü məcbur eləsən şeir yazmaq. Bir də var, daxilindəki hiss səni məcbur elə ki, şeir yaz. Yazmasan mümkündür. Bax, həmin əsl şeir odur. O İlham Pərisi deyilən bir fikir var ki, həmin o fikir odur ki, insan səni gecə narahat edir o fikir, gündüz narahat edir və o şeirin nədən ibarət olduğunu gətirir sənin beyninə salır və bu tam vərəqə köçməmiş bu narahatçılıq səndən çıxmır. Və atamın da şeirində bir yer var ki, mən şeir yazmıram ki, ürəkdən yük atıram. Təbii ki, ürəkdən yük atmaqdır o və mən də eyni ilə yəni özümü məcbur etmirəm, şeiri yazıram və atam da həmişə bir şey qeyd edirdi ki, ümumiyyətlə şair oğlu şair olmağa məcbur deyil, bəstəkar oğlu da bəstəkar olmağa, eləcə də pinəçi oğlu pinəçi olmağa məcbur deyil. Hər şey, əgər sənin istedadın varsa elə, yoxdursa sənin eləməyin günahdır. Çünki incəsənət sənə məxsus deyil, incəsənət xalqa məxsusdur. Sən də xalqa məxsus olana xəyanət etməməlisən. Sənətin varsa elə, yoxdursa eləsən günah olur. Bax, necə ki, indikilər eləyirlər, günah eləyirlər, bu boyda zədələyirlər və əgər sənətin varsa eləmirsənsə, bax onda günahdır. O da günahdır. Bəli, başa. Sual vermək istəyirəm. Siz bayaq qeyd elədiniz ki, Nüsrət Kəsəmənli təbiətən daha çox davakar, biraz sərt adam idi. Amma biz onun şeirlərinə diqqət yetirik. Onun əksər hissəsi şeirlərinin sevgi, məhəbbət mövzusundadır. Elə Nüsrət Kəsəmənli belə deyim, Nüsrət Kəsəmənli eləyəndə onun sevgi şeirləridir. Çünki təsadüfi deyil ki, onu məhəbbət şairi adlandırırlar. Bəs bunu
nə ilə izah edərsiniz? Deməli onda bir romantik təbiəti də var imiş. Var imiş, yoxsa təpədən dırnağa kimi o insan inanın ki, romantik idi. Təpədən dırnağa kimi. O insan bax o vaxtlar mobil telefondan o qədər istifadə olunmurdu. Yəni son zamanlarda başladı mobil. Yəni əvvəl yox idi. O şeyləri ağlına gələndə mən indi onu xatırlayıram. Spişka qutusunun üstünə yazırdı. Siqaret qutularının üstünə yazırdı. Və indi həmin şeyi mən özümdə gülürəm. Mən mobil telefona yazıram. Çox da silinməyindən qorxuram. Evdə anam deyir ki, çox tənbəl edirsən, onu oraya yazmanı yazırsan. Texnikadır, silinə bilər, götür vərəqə köçür. Və məcbur elə hərdən köçürdüm və hərdən də belə görsən doğrudan telefonda nasazlıq əmələ gəlib silənə deyirəm, nə yaxşı köçürdüm. Və onun üçün o çox həssas insan idi. Adi bir yol gedəndə nəyəsə baxıb bir anlıq fikrə gedib nəsə düşünüb yaza bilərdi. Bir adi bir şeyi xatırladıram ki, doğrudan da kiçik, az yaşlı bir uşağın ağlamağından bir var sadəcə olaraq ağlayırdı, bir var hönkürtü ilə ağlayırdı. Yəni o insan mümkün deyildi. O insan ki, nədir sərt. Mən fikirləşim ki, o sərtlərə qarşı sərt olub. Yumşaq insanlara qarşı ömrü boyu sərtlik eləyə bilməzdi. Çox da tez barışırdı. Yəni ki, deyildi. Bəlkə də o sərtlik onda uşaqlıqdan qalan bir yara kimi idi. Bəli, mən belə adlandırardım onu. Amma yəni zarafatı da çox idi. Həddən artıq elə zarafatlar edirdi bir də görürsən ki, biz məsəl üçün o artıq dünyasını dəyişəndən sonra o zarafatlara evdə o qədər ehtiyacı olurdu. Təsəvvür edin. İndinin özündən anamla hansısa bir verilişə baxırıq. Nəsə bir an gələndə anam fırlandı ki, bax atan olsa da burada 100% belə bir şey deyir. 100% biz də ona gülürük. Amma hər halda özünü daha özündən eşitməyəcəyik. Allah rəhmət eləsin. Həqiqətən çox gözəl şairimiz idi. Məhəbbət şairimiz adlanır. O çox da həssas qəlbi var idi. Mən inandırım sizə, mən elə adamlara hal-hazırda çox az rast gəlirəm. Demək düzdür, bir yaxşılıq edib demək günahdır. Mən heç o insanların adını da çəkməyəcəm ki, qoy günah olmasın. Amma olmuş bir hadisəni danışım ki, mən məktəbdə oxuyanda bir kasıb dostum var idi mənim. Onunla dostluq edirdik. Və inandırım sizi, hər gün o bizə gəlirdi. Mən onlara gedirdim və atam görür ki, çox tərbiyəli insandır. İnandırım sizi, bir gün mən atam mənə kostyum tikdirməyə gedəndə ki, yəni gedək kostyum tikdirək, özündə tikdirəndə mənə getdi ora, bu dostum da bizlə gedirdi. Fərqlidir ki, yəni bir gündər gedər. İnandırım sizə ki, mənim xəbərim olmadan vallah götürdü ona da dərz dedi ki, onun da əynin ölç. Uşaq dedi ölç və ona da eyni şeyi tikdirdi, heç bir kəlməsi də verdi. Bilirsiniz o biri vardı, biri yox şeyində o belə bir söz var deyir ki, sıxılırdım dost deyəcək. Üzüm güldü, tələbəyəm deyəndə sıxılırdım. Öz həyatını çox güman ki, yadına bir dəfə də mənim yadıma gəlir, bizim bu yaxınlarda onun yəni qəhrəmanları da təsadüfən qarşıma çıxdı və dedilər onu da mənə ki, bəs belə bir şey olmuş, deyirəm xatırlayım, deyir, bəs o biz idik. Cavan uşaqlar idi, onda atam bu 600-lük maşın Mercedeslər təzə çıxanda, atam da yəni çox maşın həvəskarı idi. Onda gedəndə bir səhv eləmirəmsə Moskviç idi. Köhnə bir Moskviç idi, yoxsa 011 nömrəli markalı Jigulilərdən idi. Gəldi və saxlaya bilmədi, maşını vurdu arxadan. Vurdu və inandırım sizə ki, atam onun içindən yəni çıxdı ki, bəs maşın nədir? Düşəndə gördü, oğlan cavan uşaqdır. Çox yaşlı olsa, elə o vaxtlar onlar da 18, 17 yaşında dümağa bağırıb sifəti. Yanında dostu yəni qorxudan, çünki adi bir maşını vursan, yəni hə, bu onu elə bütün adi bir farasını düzəltdirmək üçün o maşını özünü sağlamalı gələcək və çənəsi əsirdi. Atam soruşdu ki, nə olub sənə, niyə belə edirsən? Olub qəzadır. Qayıtdı ki, bəs mən nə deyəcəm evdəkilərə, nə edəcəm? Deyəcək, bəs şeydə evdən qaçırmısan maşını, heç nə demədi. İnandım sən onun da maşını apardı, düzəltdirdi. Atam öz maşını düzəltdirdi. Dedi, bu uşaq belə qayıtdı, o qədər çox soğuk, dedi, narahat olma, dedi. Mən də uşaqlıqda evdəkilərin maşını çox qaçırmışam. Mən başa düşürəm ki, insan o vəziyyətdə nə kökə düşür. Uşaqsan da bir ola bilər, burada nə haqq, amma başqaları indi görürəm, elə yapışırlar uşaqların yaxasından. O düzgün deyil. Yəni bu insandır, bu uşaqdır, uşaqlıq eləyə bilər. Böyüyün sözünə qulaq asmamaq səhvdir. Mən onu həmişə demişəm ki, maşını qaçırdasan, bu çox fəsadları daha ağır ola bilər. Amma uşaqdır, eləyir. Bəzən bir dəfə şahidi oldum, həmin o uşağı bir böyük, yaşlı bir insanın vurmağının. O qədər mənə belə bir necə iyrənc gəldi. Hətta mənim imkanım olsaydı mən gedib o yaşda böyüklüyünə baxmayıb mənə qaldırardım adamı. Çünki bu uşaqdır. Dəmirdir, əzizdir, ona niyə öz evladın kimi bir anlıq bax ona ki, öz evladın da bunu belə eləyə bilərdi. Bəli, düzdür. Yəni o şeyi dərk eləmək lazımdır. Bəli, İsmayılımız gəlib, Aysel xanım yazır, qonağınızı və sizi salamlayıram. Bəlkə bu sualımız təkrarçılığa yol verəcək, amma demək istərdim ki, Nüsrət müəllimin biz bildik ki, bir çox şeirlərinə mahnılar yazılıb. Lakin bu günləri bəzi bayağı mahnılar Nüsrət müəllimin şeirlərini və digər şeirlərə yazılan mahnıları üstələyir. Bunun səbəbi nədir?
hansı mahnılar üstələyir? Bayağı mahnılar Üstələyir. Bəli, Mən bəli, çox yerində verilmiş sual, amma buna hardasa mən az da olsa cavab verdim ki, bunun səbəbi odur ki, indiki nəslin daha çox o bayağı mahnılara ehtiyacı var, çünki onu başa düşür. Ucuzu başa düşür. Dərin fəlsəfəni başa düşmürlər. Çünki onların evlərində də bütün günü böyüklərin də dinlədikləri musiqi odur. Və elə sözləri dinləyirlər. Mən doğrudan belə fikirləşim, yəni insan bu dərəcədə dayaz ola bilər. Bir şeyi ki, sən özün də eləyə bilərsənsə, onun başqasını dinləməyinə ehtiyac var ki. Sən o şeyi dinləməlisən ki, o şey səni, necə deyirlər, bir şairdir, bir bəstəkardır, bir yaradıcı insan ümumiyyətlə, insan normal insan pərdənin bu tərəfinə qədər görə bilir. Yaradıcı insan sənə pərdənin o bir tərəfini göstərir. Da bu tərəfini sən də görürsən, bu bayağı qulaq asmaya ehtiyac yoxdur. Sən dərinləş, sən pərdənin o bir tərəfini görünməyə can at. Və görmüş insanlardan da yazılarında oxu, musiqilərini dinlə, həzz al. Bu insanlar valideyndə görürəm günahı. Günah valideyindədir. Mən şəxsən evimdə mənim balaca qızım böyüyür. Yəni, sağ olun, yəni hələ yaşı çox kiçikdir, 1 yaşı yarımlıqdır. Amma eləcə də mənim qardaşım oğlu var. Hazır ki artıq 15-17 yaşı var. 17 yaşı var hazır, 16-17 yaşı. Onu mən belə qoymuram, hadi məzələnmək üçün dinləyir bir də görsün. Qoyur qabağına, məsələn bir filan şey məni hirsləndirmək üçün. Mən də hirslənib özümdən Cavidan. Hirslənir özümdən çıxıram, o da deyir ki, mən səni hirsləndirmək üçün. Mənim də zəhləm gedir belə şeydən. Və görürəm ki, evdə, ailədə nə görürsə uşaq, onu da götürür. Düzdür. Təbii ki. Çünki əgər böyük, mən yadıma gəlir ki, mən məktəbə girməmişdən qabaq mən Babəkin tarixini bilirdim. 1-ci sinifə getməmişdən qabaq. Və Babəkin şəklini çəkirdim. Və məktəbdə müəllimlərimiz Babək haqqında yanlış Sovet hökuməti vaxtında yanlış məlumat verəndə mən ona düzünü vururdum. Deyirdim Babək belə olub, belə Xürrəmlərdən tutmuş hamısından danışdım və sonunda dedim ki, onu satan da Səhl-i Sumbat olub, əsl erməni olub. Buna qədər deyirdim, bunlar inkar edir. Deyirəm elə deyil. Fakt budur, mən bunu öyrənmişəm. Bunlar artıq bilirlər ki, bu mənə ailədən gəlmədi. Çünki evdə düşməni də başa salmalıdır evin böyüyü. Uşaqlıqdan laylasını başının üstündə salanda ana böyüdükcə düşmənindən tutmuş qəhrəmanına kimi hamısını bunu anlatmalı. Bu da savadsızlıqdan irəli gəlir çox güman ki. Savadsızlıq təbii ki, valideyn savadsız olanda evladı da həmin. Amma mən sizə bir sözüm ki, elə savadsız ailələr var ki, ən azından onu ucuzluğa aparmaqdansa susur, sadəcə olaraq vətənpərvərlik hissi ilə böyüdür. Ən azından onu özünə borc bilir. Bu özü də gözəl şeydir. Bəli, təbii ki, gözəl şeydir. Sual vermək istəyərdim ki, üzr istəyirəm sual verəm. Mən belə sual verim. Nusrət müəllimin şeirləri içərisində onun özünün ən çox sevdiyi şeir hansı idi? Hansı ki, məsələn, çox illər öncə yazılıb, amma hələ də o şeiri oxuyurdu və qəhərlənirdi? Ya da hansı hisslər onun yadına düşürdü? Valla, onun ən çox dinlədiyi, daha doğrusu özünün yəni, sevdiyi şeirlərdən biri eləməz biri vardı, biri yox idi. Onu hər dəfə deyəndə o qədər həssaslaşırdı. Mən hiss edirdim ki, onları gözünün qarşısından kino lenti kimi keçirdi deyir. Ona görə həssaslaşırdı. Bir də ən çox etiraf şeirini deyirdi və etiraf şeirini həmişə anama yaxınlaşırdı. Gör sənin üçün nə boyda əsər yaratmışam. Anam da həmişə deyirdi ki, gör sənin üçün nə boyda əsərin qəhrəmanı olmuşam. O olmasaydı bu da yaranmazdı. Yəni o iki şeir mən evdə daha çox səslənirdi və anama doğrudan da anama çox xoş gəldi bu şey və anam özü də o şeiri dinlədikcə kövrəli bağlayırdı. Çünki anam doğrudan da çox əziyyət çəkib. Təkcə atam orada qeyd elədiyi kimi ki, sənin üçün ən şıltaq uşaq olmuşam. Yəni eyni ilə atam doğrudan da biz 3 uşaq olmuşuq anam üçün. Üçümüzün də kaprizimizə dözüb. Əvvəl başlayaraq atamdan sonra başladı mənim kaprizlərimə, məndən sonra qardaşımdan sonra indi qardaşım oldu. Yəni bu insan doğrudan da o qədər əziyyətlər çəkib həyatda ki, mən hər bir ana müqəddəsdir evlad üçün və belə də olmalıdır. Və mən ümumiyyətlə buradan da bir şey deyim, məsələn, bəzi analarına o həddən artıq sərt cavab verənlər var, bəzi o kimsəsizlər evində mən anaları görürəm, inandığım üçün öz anam kimi qəbul edirəm. Mən o qədər kövrəlirəm, o qədər pis oluram ki, ehtiyacım mümkün olsa mən gedib onlara evladlıq eləyərəm. Vallahi Allah haqqı səmimi deyirəm. Yəni evladlıq eləyərəm bacardığım qədər. Və eləcə də kimsəsiz uşaqları necə insan valideynlə üz döndərə bilər? Ən azından sənin ananın səni dünyaya gətirəndə çəkdiyi əziyyəti gözün qabağına gətir. Heç yuxusuz gecələr demirəm. Düzdür. Ən azından bunu gətir, anan səni döysə də söysə də o günü gözün qabağına gətir, sus. Nəinki sus, sən ömrü bu ananın borcunu qaytaran məsələn. Və eləcə də mən fikirləşirəm ki, mənim üçün anam hər şeydə, bu dəqiqə mənim üçün anam bambaşqa bir dünyada, onu bir başqa dünyaya qoymuşam, toxunulmaz bir dünyaya. Yəni o cürə fikirləşirəm, amma bütün analar belədir və ona görə də biz hamımız anamızı, atamızın dəyərini bilməsək, inandırım sizə ki, evladlarımız da bizi saymayacaqlar. Eyni şeydə onlar bizdən görüb bizim qazə qarşı edəcəklər. Anasının, atasının qədrini bilməyən insan həyatda heç nəyin qədrini bilməz. Düzdür. Onda
mən istəyirəm siz o şeiri deyəsiz, etiraf şeirini. Həm ananıza onu buradan həsr eləyək doğrudan. Birincisi mən onu atam qədər gözəl deyə bilmərəm. O atam əlbəttə ki o şeiri yaşayıb və anama həsr edib. Çünki orada atamın bütün kaprizləri var, bütün şıltaqlıqları var, bütün nə bilim hər şey vardı orada. Amma yəni ki mən onu atamın dilindən qoyub deməyim, sadəcə olaraq şeir kimi deyim. Çox gözəl həqiqətən. Bir insanın həyat yoldaşına bundan artıq yəni verəcəyi dəyər ola bilər. Amma bir şey də var ki, bir insan da gərək mənim anam kimi bir anam olsun ki, onu tam səmimi qəbul eləyə bilsin. Doğrudan da o cürə etiraf etmək bir cəsarət istər və bir insanın da elə bir qadın olmalıdır ki, o cəsarəti sənə versin. Həmçində ki, hər insan da o yazını, o əsəri qəbul edib başa düşə bilməz. Başa düşməz və eyni də o cürə də gözəl şəkildə onu yazmaq hər insana qismət olan bir şeydir. Burada siz dediyiniz, az öncə qeyd elədiyiniz bir-birini bağlamaq, yenə də tamamlamaq ortaya çıxır. Belə bir sual vermək istərdim ki, Nusrət, siz də bizim həmkarımızsınız, jurnalistsiniz, bunu təbiddir və Nusrət müəllim bu gün sağ olsaydı, sizə hansı vəzifədə, hansı peşə sahibi kimi görmək istəyərdi? Açığı sizə deyim, mən atam heç vaxt bizi heç nəyə yönləndirməyib. Konkret məsəl üçün bununla məşğul heç vaxt deməyib o sözü bizə. Mənə deyib ki, ürəyiniz nəyi istəsə onu da davam etdirin. Yəni nədə özünüzü doğrudan da mükəmməl bir şəkildə görürsünüzsə, onu davam etdirin. Heç bir şeyə yönləndirməyib. Biz deməyib ki, sırf bax bu iş sənət yaxşıdır. Bir sənətin pis olmur, pis işçi olur. Və eynilə bizi o cür o səpkidə böyüdüb. Amma əlbəttə ki, atam həmişə deyirdi ki, mən yolumu davam etdirən bir nəfər istərdim. Amma heç vaxt deməyib ki, mütləq kimsə şair olmalıdır, mümkün olan şeydir. Heç vaxt xatırlatmayıb. Və bu yaxınlarda bir verilişlərin birində Nasbəri xanım dostları ilə belə bir şey danışdım. Mənim ondan xəbərim yox idi. Yəqin ki, onu sonradan deyib, bir gün mən atama dəfələrlə şeirlərimi göstərdim. Bir dəfə göstərəndə oxudu. Şeir mənim düşüncəmə görə ki, gözəl yazılmışdı. Əgər mənim şeirdən anlayışım varsa, şeir gözəl yazılmışdı. Atam baxdı belə, babat şeirdi. Verdi, çıxdım, düşdüm aşağı. Pərt olmadım, ondan gözlürdüm belə sərtliyimə. Düşdüm aşağı və o sonrasında xəbərim olmayıb. Amma bu verilişdə bu yaxınlarda Nasbəri xanım da yuxarıdaydı. Nasbəri xanım qarşıdı ki, Rəşadın bir şeydən xəbəri olmamışdı, onu danışım. Onun yanısı danışanda mənim yadıma düşdü. Sən demə, mən düşəndən sonra Nasbəri xanım qayıdıb atama deyib ki, axı şeir yaxşı şeydir, necə deyirsən belə bəzə? Qayıdıb özüm elə deyirəm ki, qudurmasın. Həddindən artıq gözəl yazmışdı deyir, özüm bilə-bilə elədim ki, deyir, çox özünə deyir, arxayınlıq yaranmasın. İndi mən o danışanda o şey tanış gəldi və sonrasını mən bilmirdim və bugün 3-4 gün bundan qabaq Nasbəri xanımdan eşitdim onun arxasında. Yəni davam etdirmə, amma son günlərində yəni bildiyiniz kimi o dünyasını İranda dəyişdi, Cənubi Azərbaycanda dəyişdi, Təbrizdə dəyişdi və mən Təbrizdə olanda atamın yanında çox əziyyət çəkirdi. Günlərin bir, yəni mən onun yanına girmək üçün həmin o xəstəxanaya mütləq ağ xalatda girməliydim. Orada yəni bilirsiniz ki, xəstəxanalarda qanun var ki, ağ xalat geyilməlisən, oranın qanununa riayət etməlisən. Və geyinib hər gün elə gedirdim yanına. Yanında da saatlarla səhərdən axşamacan otururdum. Günlərin bir günü mənə qayıtdı dedi ki, "Məsələn, sənə nə yaxşı yaraşır xalat. Vallahi bəlkə deyirsən bir həkim olasan." Deyirəm, bu artıq keçdi, amma mən də doğrudan da bu sənəti seçməsəydim, mən incəsənətin aktyorluğunu bitirmişəm. Bu sənəti seçməsəydim, bu sənət olmasaydı, mən fikirləşirəm ki, mən həmişə istəmişəm həkim olum, cərrah olmaq istəmişəm. Və fikirləşirdim ki, doğrudan da məndən yaxşı cərrah olar. Amma artıq o fikri ciddiləşdirəndə yaşım ötmüşdü, gec idi artıq. Amma inşallah yəqin ki, o sənəti nəslimizə davam etdirən kimsə olar, təbii ki. Amma yəni atam məni həkim kimi də görmək istəyirdi, amma şairlik başqa şeydir. Bu günləri şairlik elə bir şeydir ki, yaxşı şair çox azdır Azərbaycanda. Təbii ki. Dünyada ümumiyyətlə yaxşı şair azdır və o azları üzə çıxartmaq lazımdır. O azın məhv olmağına getməsi düzgün deyil. Mən özüm şəxsən son zamanlar izləyirəm Azərbaycanı Türkiyədə ya başqa türk dilli dövlətlərdə, ümumiyyətlə xarici dövlətlərdə təmsil edən insanlar var, bəziləri. Baxıram, o qədər ucuz şeirlərdir. İnandırım sizə, mən baxdıqca oxuduqca utanıram. Axı biz xaricə getdiyimiz zaman, Türkiyə, ora-bura getdiyimiz, onlar bizə Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin davamçıları kimi baxırlar və bizə qibtə ilə yanaşırlar. Amma gəlib o ucuz şeiri oxuyandan sonra yəqin ki, onlar elə düşünürlər ki, Azərbaycanda artıq tükəndi bu. Amma tükənmədi. Bunun kökü var və bu davam edir. Sadəcə o istedadlar nisbətən aşağıdadır, bəli. Heyf, təəssüf. İnşallah yəqin ki, o siz dediyiniz istedadlar, biz bildiyimiz istedadlar yaxın zamanlarda üzə çıxar və həqiqətən də Azərbaycanın çox görkəmli sənətkarları olub, şairləri olub.
və bu həqiqətən kök varsa, o kök üstündə bitəcək. Mütləq. Əsas odur ki, Azərbaycan ümumiyyətlə çox həm torpağı ilə gözəldir, Bəli. həm təbiəti ilə gözəldir, həm zəngindir, həm dərəcədə insanları çox istedadlı. Bəli. Məsəl üçün biz götürsək ki, Azərbaycan yəni ümumilikdə böyükdür. Biz əgər Cənubi Azərbaycanda qalsaq çox böyükdür. Amma hal-hazırda buranı götürsək 9 milyon əhalisi var. 9 milyon əhalidən görün nə qədər istedadlı insanlar var. Musiqimiz bütün dünyaya bəllidir. Şeiriyyatımız bütün dünyaya bəllidir. İdmançılarımız şükür Allaha gedirlər, hara gedirlərsə, onu mütləq qələbə ilə qayıdırlar. Daha bundan artıq nə lazımdır bir xalqın zəngin olması üçün? Hər torpağımızdakı neftimiz şükür Allaha var. Hər bir şeyimiz bütün sərvətlər Azərbaycanda və bunun üçün də Allaha şükür eləyə və 20% torpağımız işğal altındadır. O da bu yaxınlarda inanırıq ki, İnşallah Ali Baş Komandanın öz siyasəti nəticəsində, müdrik siyasəti nəticəsində bəli geri qayıdacaq. Əminik ki, bu belə olacaq. Amma mən bir şey də demək istəyirəm ki, qoy gənclərimiz də bilsinlər. Gənclərimizin bilirəm ki, vətənpərvərlik hissi olan gənclərimiz çoxdur Azərbaycanda və qoy çox yox, hamısı vətənpərvər olsunlar. Qoy Azərbaycan bu günləri hər bir cavanı, vətəndaşı, valideyn də evladını, necə deyimsə, biz əskər kimi böyütsün. Və ən gözəl bir şeydir ki, mən inandırım sizə, mən bunu tam səmimi bilirəm. Gedib həmin o döyüşdə döyüşəsən və bu torpağı almasında sənin də bir pay sahibi olasan, yoxda da boysa pay sahibi olasan. Biz elə vətənpərvərlikdən danışırıq, vətəndən danışırıq. Nüsrət müəllimin çox gözəl bir vətən şeiri var. Mən çox sevirəm bu şeiri. Mən oxuyub, məsələn, oxuyub şeiri kor olmaq istəməzdim. İstəyərəm sizin səsinizdən eşitdim. Sizin ifanızda bu şeiri dinləyək. Əlbəttə ki, mən də bacardığım qədər, əgər sizə o xoş təsir bağışladısa, əlbəttə ki, oxuyaram. Anaların torpağı sulayan tərini sevdim. Göy qurşağı kimi əlvan yerini sevdim. Acını, şirini sevə bilmədim. Arazdan içə bilmədim. Körpüsündən keçə bilmədim. Dəli kimi vuruldum. Dəli kürünü sevdim vətən. Burnu titrəyən dovşanını, bənövşəni, yovşanını, qoruqda mələyən ceyranını, sümbülünü, reyhanını, bahar müjdəli qaranquşunu, anaların daşa dönəsən deyib heykəl arzulayan qarğışını, quruca daşını, torpağını, hər qarışını, evini, eşiyini, soba yandıran, xumarlanan pişiyini, qəfəzdəki şirini sevdim vətən. Gözəlindən, göyçəyindən birinə könül verdim, birini sevdim vətən. Çiçəyini, gülünü sevdim vətən. Obanı, elini sevdim vətən. Yağışına çətir tutmadım, leysanın selini sevdim vətən. Dənizində üzə bilmədim, vuruldum maviliyinə. Çaylarını, gölünü sevdim vətən. Meşələrin fikrim kimi qarışıq, zirvələrə gedən cığırlarını dolaşıq, ütülü düzlərini, qırçın çölünü sevdim vətən. Düşməninə yan deyən, dostlarına can deyən, anam Azərbaycan deyən dilini sevdim vətən. Çox sağ olun. Siz sağ olun, mən sizə təşəkkür edirəm. Ümumiyyətlə, mən bir şey də burada qeyd eləmək istəyirəm. Sizin bu radio və bu günlər mən bunu şahidi oldum ki, mövzunuz tək bir səpkili olmur. Hər səpkili olur. Burada vətənpərvərlik də olur, burada incəsənət də olur. Burada hər bir şey olur və doğrudan da belə olması gözəldir ki, yəni həm dinləyici, hər bir dinləyici bunu dinləyə bilər. Yəni sizə vətənpərvərlik tapmaq istəyən mütləq tapacaq, incəsənətdən bir hiss tapmaq istəyən tapacaq, tarixi bilmək istəyən o da buradan tapacaq. Çox gözəldir. Mən sizi təbrik edirəm ilk öncə. Biz sizə təşəkkürümüzü bildiririk ki, həqiqətən də vaxtınızı ayırıb bizimlə gəlib həmsöhbət oldunuz və Nüsrət müəllim haqqında çox da olmasa bir az da əyani yox, qiyabi də olsa biz Nüsrət müəllimi kitablardan yox, həyatdan tanıya bildik sizin dilinizdən. Sizin dilinizdən. Təşəkkür edirəm. Bir şey də buradan qeyd edirəm. Mən inşallah istəyirəm ki, atam haqqında özüm bir film çəkim. Çox böyük film də olmasa, bir 40 dəqiqəlik də olsa o film çəkim. Çünki mən bu qədər telekanalları görürəm ki, bu kanallarda ümumiyyətlə atam haqqında sağ olsunlar. Hər dəfə yada salırlar, bir televiziya filmi verirlər. Amma o televiziya filmlərinin hərəsi bir hissəsini verir onun həyatının. Hamısı tamamlanmır və
O da təbiidir. Çünki onlar onu mənim qədər yaxından tanıya bilməzlər və mənim bildiklərimi onlar bilə bilməzlər. Elə onu demək istəyirdim. Mən də buyurun. Bir insanın ümumiyyətlə bir atanı oğuldan başqa heç kim onu olduğu kimi Hələ ata o cürə səmimi mənimlə ata kimi deyil, o mənim dost kimi oldu. Mən onu itirəndən sonra atamı itirdiyimi bildim. O günə kimi mən dost bilirdim ona. Doğrudan dosta, yəni dost dostuna səmimilikdə, açıqlıqda necə söhbət edirsə tam açıqlıqla, eynilə mənimlə eləyirdi. Yəni mən ona görə birinci onun ruhunun qarşısında başlayıb təşəkkür edirəm ona və mənim də bir borcumdur ki, mən bu xırda filmlərin artıq üstündən necə deyim, biraz da deyim, səs çıxmasın, qoyuncəməsinə xətt çəkim ki, bir filmdə bütün hər şeyi tamamlamış surətdə verim ki, artıq yayınlamaq istəyəndə sırf bunu yayınlayıb Nüsrət Kəsəməni tanımaq istəyən elə bu filmə baxsa tanısın. Nüsrət Kəsəməninin oğru olmaq istəyirəm şeydə. Bu şeir haqqında da məlumat istərdim sizdən. Oğru olmaq istəyirəm. Elə bir zamanda yazılıb ki, mən əgər o zamanı xatırlatsaq, artıq hər şey bəlli olar. Bu insanın nə qədər cəsarətli olmasından xəbər verir. Çünki Sovet hökumətinin vaxtında sən əgər Hələbdən Nəsimini və Füzulinin Kərbəladan Füzulinin əri qəbrini oğurlamaq fikrinə düşürsənsə və əgər sən ümumiyyətlə oğurluqdan yazırsansa, Sovet hökumətinin vaxtında bilirsən ki, hər şeyə diqqət yetirilirdi və ümumiyyətlə Sovet hökuməti vaxtında sən soyadının sonuna Kəsəmənli qoyursansa, bu artıq hər şey deməkdir. Ovlar, evlər olduğu zamanda riskə gedib bunu etmək çox çətin idi, çox. Və bəzi onun şeylərdə var ki, orada sətr altı sözləri var. Onu dişlərindən fikirsən görərsən ki, Sovet hökuməti vaxtında bu qədər riskə gedib onu yazmaq hər insanın işi deyildi. Ümumiyyətlə mən atama həmişə sual verirəm ki, bəs bəzi şeyləri necə risk edib yazmısan? Deyir ki, ümumiyyətlə bir şair ki, ümumiyyətlə öz fikrini azad şəkildə yaza bilmirsə, qısıtlayırsa onu, o şair deyil. O öz-özündən utanmalıdır. Sənə deyir, bir insanı ki, bir şairi ki, sözünə görə dərisini soyurlar. Bir şairin ki, bir sözünə görə, nə bilim, gülləliyirlər. Heç olmasa onlardan utanmalısan sən. Ən azından şair düşündüsə yazmalıdır və bu gün mən də bəzi şeylərim var ki, bəziləri deyir ki, onu nətərsən çap elətdirəcəksən? Dedim, çox rahat. Bu şeylər mənim ağlıma gəlib. Mən bunu demək istəyirəmsə, şeirimdə ifadə eləmişəmsə eləyəcəm də. İstəyirsə nə olursa olsun, insanların ola bilər mənə, bəzi insanların mənə qarşı fikri biraz dəyişə bilər. Öz şəxsi işləridir. Mən içimdən bu gəlib, mən təpədən dırnağacam buyam. Əks elətdirirəm şeirlərdə. Nüsrət Kəsəmənini, Nüsrət müəllimə, incəsənət sahəsində daha çox qəzəbləndirən nə idi? Bax, bu ucuzluqlar həddindən artıq qəzəbləndirir. Özü də biraz sərt şəkildə büruzə verirdi deyə ağzından çıxanı deyirdi. Sırf ağzından çıxanı mən bunu açıq şəkildə deyirəm. Yəni küçədə bir necə ağzından çıxdı, o cürə sərt deyirdi ki, bəsdirində bu qədər ucuzlaşdırmır, ayıbdır. Özü də o qədər lağa qoyurdu elə bir şeyləri, çox lağa qoyulasıdır. Bəzi efirlər elə şeylər son zamanlar səslənir ki, mən adını çəkməyəcəm, nələr deyil. Efirlik deyil, o sözü küçədə belə işlətsə kimsə kiməsə tərbiyəsiz kimi baxar. Amma hal-hazırda efirdən çox normal səslənir. Hətta buna da sənət deyilir. Sənət nətə deyil? Hətta mən şəxsən bir şey deyim. Mən insanların qarşısına, anamın qarşısında ağzıma almayacağım şeyi cəmiyyət qarşısında heç kimin ayağında ağzıma almaram. Və əgər mən cəmiyyət qarşısında nəyisə ağzıma alıb deyirəmsə, mən bunu fəxrən anamın da qarşısında eləyə bilərəm. Amma indikilərə mən sual vermək istəyirəm. Bəzi musiqilərdə söyüşlər istifadə edirlər. Bəzi meyxanalar da var ki, ağızlarına gələn deyirlər. Və onlara bir kəlmə sual vermək istəyirəm ki, bunu fəxrlə ananızın qabağında, valideynlərinizin qabağında, bacınızın qabağında bu şeyləri ifadə edə bilərsiniz. Prosta sadəcə cavab vermək istəyirəm. Bir kəlmə desinlər ki, bəli. Bəli eşidəndən sonra artıq mən heç nə deməyəcəm. Hər kəs biləcək nə var, nə yox. Amma xeyr deyirsənsə, xeyr, o təhqirdir. Sən əgər öz anana, bacına hörmət edirsənsə, cəmaətinə hörmət eləmirsən. Mən şəxsən öz yazdığım hər bir şeyi fəxrən anamın qarşısında da oxuya bilərəm. Və cəmiyyətdə də onu oxuya bilərəm. Amma görüm onlar bunu eləyə bilərlər. Əgər eləyə bilməzlərsə, bu artıq insaniyyətə, cəmiyyətə hörmətsizlikdir. Mən bunu bu cürə qəbul edirəm ən azından. Və onu da, atamı da eynilə bunlar çox qıcıqlandırırdı. Ucuzluq çox qıcıq. Deyirdi, yaza bilmirsən, amma səndən yaxşı çilingər olar. Səndən yaxşı bəlkə maşın ustası olarsan. Bəlkə sən elə bir sənətlə məşğul olacaqsan ki, milyonlar qazanacaqsan. İstedadın var, biz onu bacarmırıq. Get istifadə elə də. Niyə məcbursan şeir yazmağa? Sənəti niyə bu günə qoyursan? Təbii ki, təbii ki. Mən bir dəfə, onu da son qeyd edim, bir tanışımız var idi, bizim yaxın tanış idi. Mənim dost dedi, tanışlarımdan biri idi. Bu da həkimdir. Özü cərrahiyyədə işləyir, göz həkimidir. Bu da başladı şeir yazmağa və mənə şeirini təqdim elədi. Baxdım və istedadlı oğlan idi. İstedadlı, yəni həkim kimi istedadlı idi. Mənə göstərdi, bax göz şeirlə yazıram, mən də ki çap elətdirəm. Mən qayıtdım ona bir kəlmə qayıtdım, dedim ki, xahiş edirəm yazma. Niyə? Dedim çünki sənin şeir yazıb bu dəqiqə cəmiyyətə təqdim eləmən
Mənim göz həkimliyi eləməyim kimi bir şeydir. Mən necə ki, kiməsə göz həkimliyi, kiməsə gözünü şikəst qoyub çıxardıb qoyacam ortalığa. Sən də sənətin gözünü çıxardırsan, eləmə. Gül kimi sənətin var və orada da mən əminəm ki, hörmət qazanacaqsan. Tamam elə göz həkimliyidir. Hər öz işi ilə məşğul olsun. Mən də gəlmir göz həkimliyi edim, kimsə gözünü şikəst qoydum, kimsə də sənəti şikəst qoyursun. Mən əminəm ki, yəqin ki, o artıq sənətlər çəkib. İnşallah ki. Sizin icazənizlə Rəşad müəllim, sən gərək Nüsrət müəllimin bir şeiri var, onun bir parçasını demək istəyərdim. Sən gərək özünü tanıtmayaydın. Mənə bu üzünü tanıtmayaydın. Yenə də həyatı səndən umaydım. Elə biləydim ki, dünyada təksən. İllərin ömründən apardığını elə biləydim ki, gətirəcəksən. Bahar gözləri yirdim, yenə də qışdı. Bir arzu, bir ümid öldürməkdəsən. Aldana yaşamaq xoşdur. Sən gərək özünü tanıtmayaydın. Bəzi şairlərimiz var ki, sevgi haqqında yazan müasir şairlərdən nəzərdə tuturam. Onlar mən bəzi yerlərdən eşitdiyimə görə bu sevgi haqqında yazmaq üçün nakam sevgi deyilən bir söz var ki, sona kimi sevməyiblər heç kimi. 3 və yaxud 4 nəfərlə də müəyyən bir vaxtlarda sevgilidir. Daha sonra isə bu nakam sevgini üzə çıxarmaq üçün onu ediblər. Bəs Nüsrət müəllim necə? Sizdə Nüsrət müəllim də bu necə idi? Sevgi dünyası o qədər geniş, o qədər böyükdür ki, oğlum mən sənətlər deyim. Bilirsiniz, hər şeyə, hər görüşə sevgi demək olmaz. Təbii ki. Salama sevgi demək olmaz. Amma bir şey var. Sən hər salamdan sevgi başlaya biləcək dərəcədə şeir yaza bilərsən. Məsəl üçün belə bir an götürə bilərik ki, hansısa bir insan çox sənə xoş təsir bağışlaya bilər. Çox. Yəni sən bilirsən ki, bu insan sənə həddindən artıq çox xoş bağışlayan təsir bağışlayır. Seviləcək qədər bir insandır. Amma sən onu sevməyəcəksən. Bunu bilirsən. Amma o anda sevdiyini zənn edə bilərsən. Və o anda o şeiri o cür gözəl yaza bilərsən. Bilirsən hətta bu insanda bu nüanslar olur. Bəzən bir baxış olur ki, sən o insanı tanımadan o baxışından keçirsən. Heç yaxından tanımırsan. 10 dəqiqə o insanı görürsən uzaqdan uzağa. Sadəcə o insanın baxışına baxırsan, hər şeyi yaşayırsan, o insanla hər bir şeysən, o 1 saat sürür. Amma illərə dəyir. Və o sənin beynində artıq o insanla tanışlığı da yaradır. O insanla görüşü də, gizlin görüşü də yaradır. O bir-birinizə, necə deyim, o çəkinə xoşum gəlir sözünü deməyi də yaradır beynində və münasibəti yaşadır da, bitirir də. Özün öz beynində. Bunu xəyalən yaşayıb bitirirsən və bu artıq bir şeir deyilmi? İnsan artıq başlayır bunları sətir və sətir eyni gözəlliklə köçürtməyə. Bu da hər insan bunu bacarmır. Bəzən də illərlə bir insanla münasibət yaşayırsan. Həmin o illərlə o münasibət o 1 saata dəymir. Tanımadığın o insanla uzaqdan uzağa baxıb xəyalında yaratdığın o canlandırdığın o hadisəyə dəymir. Həmin effekti vermirdi. Təbii ki. Və onun üçün də elə etmək lazımdır ki, 1 saat da olsa bir insanı tanıyırsansa, elə tanımalısan ki, o insanın yaddaşında həkk olunsun. Mütləq. Həkk olunmursa, bəzən o illər yaşayırsan, o həkk olunmur. Bax, söhbət ondan gedir. Belə bir sual vermək istəyirdim. Nüsrət müəllimin etiraf şeirinə yenidən qayıdacağıq deyəsən. Samiriyə də sual verəcəm, sizə də sual vermək istəyirəm. Rəşad müəllim, siz öz həyat yoldaşınıza Nüsrət müəllimin yazdığı kimi bir şeiri yazmaq istəyərdiniz ya yazmısınızmı? Etiraf yazmışam şeir. Amma etiraf məndə atam qədər o qədər uzun yol keçməmişəm, kərə gərim o yerlərə. Amma məndə sevgi etirafı olub şeirimdə. Bəli, sevgi etirafı olub və mən də bunu heç ailə həyatı qurmamışdan qabaq yazmışdım. Bir sənətlərdə, şairlərdə bir şey olur ki, ümumiyyətlə şair adam həmişə öz istedadından lazım yerdə istifadə etməyi bacarmalıdır. Və mənə gəlir ki, mən elə yerdə istifadə eləmişəm ondan ki, mənə lazım deyil. Çox təəssüf ki, mən istifadə edə bilmirəm. Yox, mən də şeylərdən verərəm, istifadə edirəm. Çünki elə bir nüans olur ki, adamda xətrinə dəyirsən və mən də bir çox istədiyim, əziz bildiyim bir insanın xətrinə dəyəndə çox tez peşman oluram. Dəhşətli dərəcədə. Hətta bəzən günah məndə olmur belə, özümdə görməyə başlayıram günahı. Çox peşman oluram və bu peşmançılığı da gərək qarşındakı insan da sənin səhv elədiyini gözəl başa düşür. Gərək elə gözəl şəkildə ona təqdim edəsən o barışlığı ki, o geriyə yol olmasın. Ona görə mən əminəm ki, o şeiri elə bir anda təqdim eləmişəm ki, geriyə yol olmayıb. Samirə, sən də elə sual verməksən. Sənə bir şəxs o cür Nüsrət müəllimin yazdığı kimi də olmasa ona bənzər bir sevgi etirafı eləsə. Necə olarsan? Yaxşı olar, necə olar? Qəşəng cavab verdim, maraqlı cavab verdim. Artıq əslində onun özü, o cavabın özü də bir səmimilik idi. Çünki o aparıcımız
səmimi qeyri-səmimi də cavab verə bilərdi ki, yox falan, amma sırf öz fikrini bildirdi də. Təbii dedi ki, bəli. Mən inandırım sizə ki, 90% aparıcılar deyərdi ki, xeyr, mənim üçün başqa baxaram, oraya amma bu sırf açıq-aşkar dedi ki, bəli də. Bundan gözəl nə var? Bəli, artıq 1 saatlıq verilişimiz sona yetdi. Həqiqətən 1 saatın hardan gəlib, harda bitdiyini özümüz də bilmədik. Çünki Nüsrət müəllim elə bir dahi insandır, elə bir dahi yazıcıdır ki, şairdir ki, onun haqqında mən 1 saatlıq veriliş məncə azın azı olar. Amma biz bu 1 saat ərzində Nüsrət müəllimin bütün həyatını sığdırmaq istədik və buna çalışdıq. Rəşad müəllim, sizə öz minnətdarlığımızı bildiririk. Mən sizə təşəkkür edirəm. Hər ikinizə çox təşəkkür edirəm doğrudan da və arzu edirəm ki, qoy sizin bu radionuzun ömrü uzun olsun. Uzun yox, qoy deyək ki, dünya durduqca dursun. Çünki mən hər verilişə gedirəm və hər verilişdə mən səmimi oluram, amma hər dəfə səmimiliklə qarşılanmıram. Və səmimiliklə qarşılanıram onların fikrincə, onlar elə bilir ki, elə bilir. Amma mən hər halda insanın qeyri-səmimi olduğunu hiss edirəm. Amma sizdə mən bu səmimiliyi gördüm və hətta bəzi xırda insanda bilirsən dili də çaşır, səhvdir. Onun özü də bir təbiilikdir. Onun özü də bir gözəldir. Əslində mən çox xoşum gəldi. Mən ikinizi də təbrik edirəm. Mən arzu edirəm ki, elə qoy bu radio səsi bütün dünyadan gəlsin. Çox sağ olun, sizə təşəkkürümüzü bildiririk, vaxtınızı ayırdınız. Bəli, əziz dinləyicilərimiz, bizim verilişimiz sona çatdı. Gələn həftə görüşənədək sağ olun. Gələn həftənin şənbə günü yenidən görüşərik. Sağ olun.